Qəlbə münasibətlə təbrik edirəm. İki sualım olacaq. Birincisi, komanda birinci hissədə çox yaxşı oynadı, amma ikinci hissədə o ilk yarıdakı tempi göstərə bilmədi. Bunun səbəbini öyrənmək istəyirdim. Ну, хочу сказати, по-перше, дійсно, перший тайм дуже гарно виглядав. Команда забила м'яч. Могли ще забити, але не забили. У Габали практично моментів не було. Bəli, əgər səmimi desəm, birinci taymda bəli, çox yaxşı oynadıq, yaxşı oyun göstərdik. Hətta bir qol da vurduq, hələ birində vura bilərdik. Qəbələnin isə ümumiyyətlə belə bir fürsətləri olmadı. Я думаю, другий тайм також почали непогано, але я думаю, все-таки психологія, що команда не виграє на нашому стадіоні в нічі вже дуже давно, тому десь зіграло роль і почали від захисту діяти, щоб втримати цей рахунок. Тому десь не така гра, як я хотів бачити в другому таймі. Yəni ki, belə də digər bir məsələ isə psixologiya ilə bağlıdır. Yəni ikinci taymda başlayanda bu komanda bu meydanda bəlkə də uzun müddətli udmurdu deyə, yəni uduşları olmamışdı. Onun da bəlkə psixoloji təsiri oldu və həm də hesabda öndəydik deyə bəlkə də psixoloji olaraq daha çox müdafiədə durmaq seçildi və bu da əlbəttə biz tam istədiyimizin oyunun əldə edilməməsinə gətirib çıxardı. Daha yaxşı oyun gözləyirdik. Саме головне для мене було, я хлопцям казав, що нам сьогодні потрібна перемога. Əsas biz nədir? Mən oyunculara dedim ki, bizə bugün qələbə lazımdır. Щоб ми могли рухатись далі. Ki biz sonra yolumuza davam edək. Вони це виконали, я їм дуже вдячний за це. Гра забувається, а rахунок залишається. Deyim ki, mən də onlar da buna nail oldular. Mən də ona görə təşəkkür edirəm. Belə deyim, oyun yaddan çıxır, amma hesab həmişə yadda qalır. Bir dənə sualı var sonra. Mediada belə bir məlumatlar var ki, Neftçi Qarabağ oyunun təxirə salınmağını əsas qətiyyətlə istəməyən Yuri Verndubun özüdür. Bu doğrudurmu? А в якому медіа це пишуть? Хто це пише? Hansı mediada bu yazılır? Kim yazır onu? Для мене, якщо скажуть грати, ми будемо грати. Якщо скажуть не грати, ми не будемо грати. Mənə deyilsə ki, oynayaq, oynayacaq. Deyilsə ki, oynamayaq, oynamayacaq. Belə deyim də. Mənim üçün budur. Çox sağ olun. Əvvəla qələbə münasibətilə təbrik edirəm. Bu çox gözəl bir hava yaratdı, atmosfer yaratdı azarkeşlər üçün, həmçinin televiziyadan izləyənlər üçün. İki sualım var idi sizə. Birincisi oyunla bağlıdır. Rəqib komandanın məşqçisi dedi ki, oyunda aqressivlik var idi. Sizin fikrinizcə bu oyun aqressiv idimi? Ümumiyyətlə, aqressivlik deyəndə nə cür oyun nəzərdə tutulur? Komandanın əzmkarlıq göstərirsə, bu aqressivlik sayıla bilərmi? Ну, я би сказав, не агресивна, а інтенсивна. Mən deyərdim ki, aqressiv yox, intensiv idi. Тому що я не бачив, щоб що Габала, що команда Нівчі, хлопці друг друга били там ззаду чи грали дуже такі опасні моменти були. Я цього не помітив. Mən onu görmədim. Nə Neftçidə, nə Qəbələnin oyunçular arasında ki, bir-birlərini vursunlar, nə bilim, bir-birlərini zədə eləsinlər. Bu olmadı. Bunu görmədim. Тому така відповідь буде. Bax, cavabım budur yəni. Təşəkkür edirəm. İkinci sualım, mən də Qarabağla oyun barədə sual vermək istirdim. Bu oyun o dərəcədə gündəmi zəbt elədi ki, belə düşünmək olar ki, komandanın oyunçularına əlavə bir motivasiya vermək lazımdır. Xüsusi psixoloji cəhətdən onları dəstəkləmək lazımdır. Siz necə düşünürsünüz? Qarabağla oyuna xüsusi bir motivasiyadan çıxmağa ehtiyac var, yoxsa sıradan bir oyun olacaq sizin üçün? Я думаю, в чемпіонаті Азербайджана є 12 команд. Azərbaycan çempionatında 12 komanda var. Із них одна команда це ми і 11 інших. Bizə görə onlardan biri bizik və 11 başqa komandadır. Мені дуже важлива кожна гра. Mənim üçün hər bir oyun önəmlidir. Чи то Карабах, чи то Сумгаїд, чи Капяс, мені без Fərq різниці. etməz. Qarabağ olsun, Sumqayıt olsun, Kəpəz olsun, fərq etməz mənim üçün. Мені хочеться виходити на кожну гру і перемагати. Mən istəyirəm ki, hər bir oyuna çıxam və udam.
Вся задача. Qarşımda duran tapşırıq budur belə. Təbrik eləməndə iki sualım var idi. Uzun illərdir Azərbaycanın ən yaxşı hakimi olan Əliyar Ağayev bugünkü maçı idarə elədi. Səmimi olsaq, hesabı nəzərə almasaq, onun idarəçiliyi sizi nə dərəcədə razı saldıq? Xüsusilə də son dəqiqələrdə olan epizod. Qırmızı vərəq eləmə. Ну дивіться, я головний тренер, і я не маю права коментувати дії арбітра на полі. Mən baş məşqçiyəm və meydanda olan arbitrin, hakimin hərəkətlərini şərh edə bilmərəm. Для цього є комітет Bunun üçün komitet var. в Федерації Азербайджану. Azərbaycan AFFA-nın, yəni І хай komitəsi вони var. оцінюють. Ну, Ой, я Олег вам Геннадійович. чесно скажу, ну, з деякими моментами я не згоден. Amma bəzi məqamlarla özüm deyim, yəni səmimi olaraq bildirim ki, razı deyil. Але судді, вони також люди, і вони також можуть помилятися. Hakimlər də insanlardır, onlara da səhv etmək xasdır. Тому якоїсь предвзятості, ну, я не бачив. Yəni Tak buvaya. bir tərəfli yanaşma, yəni hansısa bir belə dəstəkləmə görmədim, qərəzli yanaşma. Belə olur da olan şey. Ось так. İkinci sualım, yeni transferdə reallaşdırdınız. Almeida hansı planda diqqətinizi çəkdi və onun hazırlıq durumu nə vaxt, belə deyək də, meydana çıxmağa sizcə imkan verir? Təşəkkür edirəm. Ну, дивіться, ми за цим футболістом слідкували. Biz bu futbolisti uzun müddətdir yəni müşahidə edirdik. В Нівчі непоганий скаутинг. Nibaç. В Нівчі непоганий скаутинг. Bizdə çox yaxşı skauting var. Okay, Neftçidə. Нам дали подивитися цього гравця. Bizə imkan yaradıldı ki, biz bu oyunçunu görək. Він дуже сподобався як мені і тренерському штабу, також і нашим скаутам. Həm bizim skautların, həm də məşqçi heyətinin çox xoşuna gəldi oyunçu. Він може зіграти нападника як на фланзі, також і центр форварда. Həm deməli cinahlarda çox yaxşı oynaya bilər, həm də mərkəz hücumda. А також вісімку або десятку. Yəni həm 8-lərdən də 10-luqlarda rahat oynaya bilər. Непоганий дриблінг, техніка, Yaxşı. швидкість. Yaxşı driblingi var, texnikası var, sürəti var. Я дуже розраховую на цього футболіста. Mən ondan çox gözləntilərim var, böyük. Я думаю, що з завтрашнього дня він вже буде з нами тренуватися. Düşünürəm ki, sabahdan başlayaraq o bizimlə məşqdə olacaq. І все рівно потрібен трошки час, хоча б неділька, півтори, щоб він влився в колектив. Тоді ви його 100% побачите на полі. Yəni amma əlbəttə kollektivə tam qaynayıb qarışması üçün biraz vaxt lazımdır. Yəni uzlaşması üçün bir həftə yarım ki, ondan sonra oynaya bilsin. Тому що зразу я його не можу ставити. Mən dərhal onu mən oyuna buraxa bilmərəm. Треба познайомитись, побачити в тренуваннях, як виглядає футбол. Tanış olmaq lazımdır, məşqlərdə baxmaq lazımdır, ondan sonra qərar І vermək. там вже приймемо рішення, коли його поставити, щоб ви його Və побачили. həmən vaxt artıq qərar veriləcək ki, oyunçunu nə vaxt. Але я meydana дуже buraxaq. розраховую на нього. Amma ondan böyük gözləntilərim var. Dякую вам дуже. Çox sağ olun, təşəkkür. Гарного вечора. Yaxşı axşam arzulayıram.